Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Hər birinizi xoş gördük. Bugün Allah yanında xeyirli bəndələr barəsində danışmaq istəyirik və hər birimizin istəyi bundan ibarətdir ki, biz də Allah yanında xeyirli bəndələrdən olaq. Və hədislərə baxdığımız zaman görürük ki, hədislərdə xeyirli bəndələr üçün bəzi xüsusiyyətlər qeyd edilmişdir. Xüsusiyyətlər hər kimdə olarsa, həmin o xüsusiyyətdə olan insanlar xeyirli insanlar deyə keçməkdədir bu hədislərdə. İmam Rıza əleyhissalamdan nəql olunan bir hədisdə İmam Rıza xeyirli bəndənin 5 xüsusiyyətini biz üçün açıqlayır. Baxırıq, birinci xüsusiyyəti əl-ləzīnə, yəni həmin o xeyirli olan insanlar İzə əhsənu istəbşəru. Buyurur ki, insanlara etdikləri xidmətdən, yaxşılıqdan belə insanlar ləzzət alarlar. Yəni, insanlara yaxşılıq edən zaman, insanların xidmətində olduqları zaman bu insanlar şad olarlar. Həqiqətən də belə insanlar cəmiyyətimizdə var və bu xidmətdən dolayı onlar hər zaman şad olurlar. Bu insanlar fədakar insandırlar ki, onlar bu yolda xidmət göstərirlər, cəmiyyətin rifahı üçün çalışırlar. Quran-ı Kərimə baxdığımız zaman Bəqərə surəsində görürük ki, Allah buyurur, Lə tubtilu sadaqatikum bil-mənni vəl-əzə. Buyurur ki, sədəqələrinizi, yəni bir növ etdiyiniz bu yaxşı əməlləri minnət qoymaqla, əziyyət verməklə puça çıxartmayın. Amma bu xeyirli olan insanlar ki, danışırıq onlar barəsində, həmən insanlar etdikləri yaxşılıqlardan şad olurlar, ləzzət alırlar. Hətta onlar bu xidməti Allahın onlara bəxş etdiyi üçün Allaha təşəkkür edirlər. Yəni, bu insanlar çox dəyərli insanlardır. İkinci xüsusiyyət imam buyurur ki, وَإِذَا أَسَاءُوا إِسْتَغْفَرُوا. Bu insanlar günah etdikləri zaman tövbə edərlər. Tövbə dediyimiz zaman təkcə belə başa düşməyək ki, insan elə tövbə eləyir, yəni dili ilə Allah bilmədim, məni bağışla, bu cür ifadələr işlədir və bu hələ nədir? Tövbə sayılır. Xeyr. Tövbə, əsl tövbə, Allah bəyənən tövbə budur ki, insanlar həmin o etdiyi günaha, etdiyi səhvə təzədən qayıtmasınlar və həmən o günah o insanların yadına düşdüyü zaman peşman olsunlar. Narahat olsunlar ki, nədir? Mən nə üçün məsələn filan vaxtı bu günahı yerinə yetirdim. Bu həqiqi tövbədir və xeyirli insanlar da belə tövbə edənlərdir. Üçüncü buyurur ki, وَإِذَا عُوتُوا شَكَرُوا. Onlara verilən neymətlərə şükr edərlər. Onlara ki bir neymət verirlər, həmin o neymətin müqabilində şükr edərlər. Hər bir neymət. İstəyir bu insanın görən gözləri olsun, eşidən qulaqları olsun, nəfəs alıb verməsi belə ən böyük nədir? İnsan üçün neymətdir və insanlar bu neymətin, xeyirli insanlar bu neymətin daim şükrün yerinə yetirərlər. Həmçinin də bu şükrü dillə deməklə yanaşı əməllərində də bunu göstərərlər. Məsələn, cəmiyyətdə olan münasibətlərində, valideynlərinə qarşı olan münasibətində ki, bu, məsələn, müəllimlərinə qarşı olan münasibətdə bu neymət ki, Allah verib onlara, onun nədir, əməli formada şükrün yerinə yetirərlər. Və həmçinin də Allaha qarşı olan münasibətdə ki, səcdə etmək insan üçün ən böyük şükrün nümunəsidir ki, insan Allaha verdiyi neymətlərin müqabilində səcdə edir və səcdə ilə şükrün yerinə yetirir. Dördüncü xüsusiyyət buyurur ki, وَإِذَا أُبْتُلُوا صَبَرُوا. Çətinliklər və bəlalar zamanı onlar səbir göstərərlər. Necə ki, Quranda da ayədə buyurur ki, İza əsabətəhum musibə qalu inna lillah və inna ileyhi raciun. Onlara bir çətinlik üz gətirdiyi zaman onlar deyərlər, biz Allahdan gəlmişik, Allaha dönəcəyik. Ulaikə salavatun min rabbihim və rəhmə və ulaikə humul muhtədun. Allah tərəfindən onlara salam və rəhmət vardır və onlardır hidayət olunmuşlar. Və 5-ci, sonuncu xüsusiyyət imam buyurur ki, وَإِذَا غَدِبُوا
afəv, onlara qəzəb gəldiyi zaman, qəzəbləndikləri vaxtlarda əff edərlər, güzəştə gedərlər, bağışlayarlar. Həzrəti Əlidən bir hədisdə Həzrəti Əli buyurur ki, qüdrətli zamanda, qüdrətli ikən əff etmək ən üstün əxlaqdır. Mənim qüdrətim var, bacarığım var. Qəzəbləndiyim zaman, məsələn, onun gedib əvəzin yerini itirə bilərəm, amma bağışlasam, Həzrət buyurur ki, nədir? Bu ən üstün əxlaqdır və İmam Rızanın da bu hədisindən xeyirli insanın nümunəsi də elə bu qəzəbləndiyi zaman əff edən Allah bəndəsidir. Allah bizlərə xeyirli bəndək olmaq yolunda müvəffəqiyyət nəsib eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh.